16 terabaytlıq yaddaşı olan PlayStation 4 Limited Edition Last of Us-a özəl buraxılış. Bunlar sayla buraxılıb. Amma yaddaş kartı təbii ki, müştərimiz özü dəyişdirib burada. Xaricdən sifariş edib gətizdirib. Yaddaşlarına hələ təkcə 1000 manatdan çox xərc çıxıb. Yəni ortalama 1000 manatdan çox xərc çıxıb. Daxili yaddaşı Samsung SSD oldu 8 terabayt və xarici burada da bu da Samsungdur. Bu da 8 terabaytlıq SSD-dir. Ümumilikdə 16 terabaytlıq yaddaşdır. Hal-hazırda 100 ədəd oyun yazılıb buna. Yəni 100 dənə içərisində oyun var. İndi yaddaşını da göstərəcəm. Daxili və xarici yaddaşını göstərəcəm. Bu bizdə ilkdir. Buna kimi olmuşdu. 8 terabayta qədər biz yaddaş quraşdırıb oyun yazıb müştərimizə təhvil vermişik. Təbii ki, bu proşupka modeldir. Hətta versiyada burada 6.72-dir. Yəni bundan güclü parametrdə mən belə deyim də sizə Azərbaycanda. İndi parametr deyəndə burada yaddaş söhbətidir əsas. Qalan parametrləri eynidir. Amma ki bir bu qədər yaddaşdı mən görməmişdim. Bu da bizə qismət oldu ki, bax buna da belə bu qaydada oyunlar yazmaq. Çox gedəcək. Buna hələ oyunlar çox gedəcək. Sadəcə olaraq menyuda olan oyunları sizə göstərirəm və yaddaşın da daxil olub indi burada nastroyka bölməsinə daxil oluruq. Hətta sistem versiyasında göstərəcəm. Pamiyyətə daxil olduq. Deməli bu daxili yaddaşdır. Hal-hazırda neçə gigabayt, neçə terabayt yer qalıb? 2.100 neçə gigabayt. Yəni 2 terabayt 100 neçəsə gigabayt yer qalıb. Zaten bunu tam doldurmaq olmur. Hardasa 200-300 gigabayt öz-özünə avtomatik yer saxlayacaq. Amma xarici yaddaş tam boşdur. 7.35 7 terabayt 35 300 neçə gigabaytsa boş yer var. Sistem versiyası da canavar bir şeydir. Həqiqətən istəyərdim ki, mənim də belə bir PlayStation-im olsun. 6.72 versiya. Bu versiya ilə daha PlayStation demək olar ki, gəlmir. 6.72 versiya ən yaxşı versiyalardan sayılır. Yəni proşupka model olduğuna görə. Çünki orada flash kart istifadə olunmur. Birbaşa oyunlar aktivasiya gedir. Belə inşallah ki, bunu doldurmaq qismət olsa, videosunu da çəkib ayrıca paylaşacağam. Xeyirli olsun inşallah.